İmamqulu cəmaatı və əziz qonaqlar, 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və yeni ilə həsr olunmuş bu bayram tədbirində xoş gördük sizləri. Əziz həmvətənlər, 5 ildən artıqdır ki, xalqımızın ümumi lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti Müzəffər Aliboş komandanın İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, rəşadətli ordumuzun, əskər və zabitlərin qəhrəmanlıq sayəsində 44 günlük vətən müharibəsində qazanılan tarixi şanlı zəfər sevincini yaşayır. Qarabağ vətən müharibəsində Azərbaycan qəhrəmancasına həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı və şəfaət diləyirik. İndi isə şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükutla yad edik. Allah rəhmət eləsin. Hamınıza bu gözəl bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Sizlərə can sağlığı, uzun ömür, xoşbəxt və firavan həyat arzulayırıq. Qoy bu yeni il sizin ömrünüzə bol sevinç, evlərinizə bol ruzu, bərəkət, sülh və əmin-amanlıq gətirsin. Həmrəylik gününüz və yeni iliniz mübarək. Çıxış etmək üçün söz veririk. İmamqulu kənd İnzibati Ərazi İdarəsi nümayəndiliyi Ənvər Bədəlov yoldaşa və Canali Hörmətov yoldaşa. Hörmətli cəmaat, hörmətli kənd sakinləri, hörmətli qonaqlar, hamınızı salamlayırıq. Bu xoş gündə, bu xoş tədbirdə hamınıza güzel əhval-ruhiyyə, can sağlığı arzulayırıq. Yeni ilin başlanğıcında və yola saldığımız ilin axırında hər bir insan, hər bir təşkilat, hər bir qorum yola saldığı ildə nə işlər görülüb, hansı işlər həyata keçirilib, hansı işləri görə bilməmişik. Yəni bu barədə hər hansı bir hesabat verir insan özünün qarşısında. Və yəqin ki, bu zalda oturan hər bir şəxs də, hər bir ailə başçısı da, hər bir idari müəssisə rəhbəri də görülmüş işlərə bir anlığa ekskursiya edir. Yəni, hansı işləri görə bilmişik. Mən də fürsətdən istifadə edib bir-iki cümlədən, yəni gördüyümüz işlərdən, yəni yola saldığımız il biz üçün nə verib? Bu ildə biz nə işlər görə bilmişik? Hansı imkanlardan istifadə edə bilmişik? Bu barədə demək istəyirəm. Nümayəndəlik bildiyiniz kimi 3 kənd əhatə edir. Deməli, bu kəndlərdə, bu yola saldığımız ildə həm bələdiyyə qorumu olaraq, həm icra nümayəndəlik olaraq, yəni bacardığımız işləri, imkanlar daxilində, maddi imkanlar daxilində mən işləri görə bilmişim. Çoxdakı arzu idi ki, İmamqulu kənd sakinləri, İmamqulu kəndində məktəb binasında istilik sisteminin təmin edilməsi, yəni məktəbin əsaslı təmin olunması arzusu da etdilər. Yəni çoxlu müraciətlər olurdu, bizdə şikayətlər olurdu ki, yəni odun peşləri yanmır, istilik, yaxşı istilik yaranmır. Keçən il ərzində məktəbimiz əsaslı təmir olundu, müasir standartlara cavab verən formada təmir olundu. Məktəbdə istilik sistemi quruldu və bugün bizim balalarımız, şagirdlərimiz normal şəraitə malik olan istilik sisteminə malik olan məktəbdə oxuyurlar, təhsil alırlar. Kənd sakinlərinin çoxdakı arzusu idi ki, yəni biz bu kəndə bundan əvvəl də
tez gəlirdik, sizlərlə bu zalda görüşürdük. Arzu idi ki, kənddə avtobusların işlənməsi, yəni köhnə avtobusların yeniləri ilə əvəz edilməsi. Bu arzumuzla yola saldığımız ildə Çin oldu. Yəni, hər saatdan bir, yəni cəmaat hamısı bizdən yaxşı bilir ki, bu avtobuslar işləyir. Mən Quşarda yaşayıram, Quşarda bizim küçəyə də hər saatdan bir avtobus gəlir. Bugün İmamqulu kəndə də hər saatdan bir avtobus gəlir. Və həmçinin kəndin daxil yollarına, yəni bələdiyyenin mövcud imkanları daxilində təxminən 4 kilometr məsafəyə çınqıl düşəndi. Yəni, belə demək olarsa ki, əsasən əhatə olundu, yəni çınqılla yolların yaxşı vəziyyətə getirilməsinə. Və əhalinin müəyyən iştirakı ilə, sahibkarların müəyyən iştirakı ilə, yəni kənd daxilində digər işlərdə gördük. Mən bunları satırlamaq istəyirəm, yəni vaxt çox aparacaq. Həmçinin o biri kəndlərdə də biz xeyli işləri görə bildik. Yəni, Sunuroba kəndində Rənd İcra Hakimiyyəti başçısının köməkliyi ilə, maliyyə şirkətinin dəstəyi ilə, maliyyə vəsaiti ilə bütün evlərə su xətləri çəkildi. Kəndin küçələrinin təxminən 90%-nə şərfən qırma daş töküldü, xamarlaşdırıldı. Və aşağı İmamqulu kəndində də biz stadionda gənclərin asudə vaxtlarında normal təşkil edirik, gənclərin idmanla məşğuliyyətinin yaxşılaşdırılması üçün qeyrimli soyunma yerləri normal şəraitə malik olan 65 kvadrat metrlik binanın tikintisinə nail ola bildik. Və bundan əlavə də digər xalqa işləri mən sadalamaq istəyirəm. Hələ bilirəm ki, yəni müəyyən qədər biz bu keçən ildə, yola saldığımız ildə işləri görə bilmişik. Və əsas sevindirici hal o oldu ki, cari ildə biz Sahir müəllimin kəndə gəlişindən istifadə edərək məktəbin təmirinə əlaqədar gələcəkdə kəndə yeni məktəb binasının tikintisi üçün məsələni qaldırdıq və Sahir müəllim buna yüksək həssaslıqla yanaşdı. Respublikanın əlaqədar təşkilatları qarşısında bu məsələni qaldırdı və gələn ildə çox güman ki, yeni məktəbin tikintisinə başlanacaqdır. Bu, bizim gördüyümüz işlər arasında şah əsər olacaqdır, cənab müəllim, yaxındır. Çox ümid edirik ki, gələn ildə bu iş baş tutacaqdır. Qaldı ki, gələn il, 26-cı il, bir neçə gündən sonra daxil olacaq. Yeni ildə də planlaşdırdığımız işlər çoxdur. Bir neçə gün bundan qabaq asaqlarla görüşdə biz bu məsələni müzakirə etdik. Yəni, gələn il hansı işlər nəzərdə tutulacaq, hansı işlər görməyə çalışacaq, onlar da müəyyənləşdirildik. Sizin iştirakınızla, sizin köməkliyinizlə çalışacağıq o görülmüş işləri daha da genişləndirək, onları həcmi genişlənsin və daha çox gələn ilin sonunda da sizə deməyə sözümüz olsun. 2026-cı il münasibəti ilə sizə hamınızı təbrik edirəm. Sizə can sağlığı, huzur və arzu edirəm. Gün o gün olsun, 2025-ci ildə ürəyinizdə tutduğunuz və icra olunmayan arzularınız, yerinə yetməyən arzularınız hamısı 2026-cı ildə Çin olsun. Qoy 2026-cı ildə sizin hər birinizin həyətində toy, nişan tədbirləri xorolsun. Şadlıq sədaları eşidilsin. Körpə səsləri eşidilsin. Bayramınız mübarək olsun. Can sağlığı və şəxsi həyatınızda yeni uğurlar arzu edirəm. Sağ olun. Önce olarak belediyelerden bu konsertin təşkil olunmasında emeği geçen her bir kəsə teşekkürümü bildirirəm. Qarşıdan gələn iliniz mübarək. Tünsiniz mübarək olaraq gözəl. Söz can sağ olun ki, inşallah. Hayır, gözəl çiğsiz, körləniz müştə, problemada körlə samurlar çiğsiz vardınız. Sağ, lafa, sağ. Sağlam var, can sağ olun, xoşqat olar. Sağ olun.
Sağ məlumat sözlüğü İmamqulu kənd Diyarşünaslıq evideyiz. Çiğ rəhbərlik təyin xanım, Alisa xanım. Abi söz və təqdimiz var. Zəhmət olmasa. Gəldiyin Alisa xanım. Hadan mühüm də acı içdə. Çiğ qola xaladakı aqalqılar acı bu yanda qolaqdan oğurluq ray. Əlbəttə ki, köməkdə qadı ata hadan Texas əcdadı, o yəni ki, köməkdadır, cəmaat və köməkdadır. Qulub deyim, qolaq, sən bilmanın bilik tuxoqu daxa. Hadan bir şey qılayaq ödədiydə, çinan da çavacı da kömək qalır da. Amma təbrik sözü. Və qəni qani məclisdir, iştirakçı var, meclis təşkili var, təşkil var. Ni zəhmət havada, ha biz bir də çox sağ olluğumuz var. Həqiqi tədbir də zaten var, müğənni yargıcı, mali olurlar, insanlar, bir də təşəkkür qalırız var ki, dəvət, bu Allah'ın aşabrata da qeydə iştirakçı var. Kimi qolaq artuna, masa tədbir artuna, bir də təşəkkürüz var. Sağ ol. Salam, hoş gördük İmamqulu kənd cəmaatı və dəyərli qonaqlar. İlk öncə hamınızın yerinizi təbrik edirəm. Hər birinizə uğurlu, problemsiz, xoş günlər yaşayacağınız bir il arzulayıram. Bu kəndin səmimi və mehriban insanlarını da tanıdığım üçün ayrıca şad olduğumu bildirmək istəyirəm. Hər birinizə can sağlığı, xoş bayramlar, gözəl illər arzulayıram. Sağ olun. Torpağında mahnısı ilə sizlərə xoş ovqat, şən bayram əhval-ruhiyyəsi bəxş etmək bayram konsertimizə başlayaq. İfa edir Azərbaycan torpağında Famil Qədimov. Assalamu alaikum. İqramı dirsun Mahmud Söz vurdas edeceğiz, unikal bozacağız. Mübarek Ray, söz vurdas uğurlar, can sağ olun. Buyur gelsin.
torpağında Azerbaycan, Azerbaycan torpağında Az çok sağ olun. Köhnə il gedir, yeni il gəlir, yolkalar qurulur, süfrələr bəzənir, hər kəs təzə ildə bir möcüzə görür. Əziz İmamqulu kənd cəmaatı, sizə elə gəlirmi ki, bu bayram şənliyimizdə kimlərinsə iştirakına böyük ehtiyacımız var? Bəs kimdir bunlar? Əlbəttə ki, Şaxta baba və qar qızı. Şaxta baba, Şaxta can, hardasan bu vaxta can? Gəlin, sizin alqışlarınızla Şaxta baba və qar qızı dəvət edək. uşaqlar şeir deyəcək, rəqs edəcəklər. Salam mənim əziz, dəyərli nəvələrim. Qarlı dağlar aşaraq, çoxlu ellər dolaşaraq. Dağlarda qurdum deyə, gəldim sizi görməyə. Salam mənim əziz nəvələrim. Topdu bayırda tufan, quvuldadı yel boran, döyüldü pəncərə bərk, açdı qapını külək, yenəndi çılçıraqlar, doldu evə soyuq qar. Aha, aha deyəsən, Şaxta baba döyür
Alıb dövrəyə həmən tutdular ətəyindən. Şaxta baba, şaxtacan, hardasan bu vaxtacan. Keçdi dəniz, aşdı dağ, gəldi bizə bir qonaq. Saçları qardan dümə, dedi çal qış baba, şaxta baba, qış baba. Çöldə çıxıb qar dizə, yolka qonaqdır bizə. Nəğmə deyib üz üzə, söylədik alqış baba, şaxta baba, qış baba. Burada verib əl ələ, oynayırım bax belə. Səs yayılır hər elə, ay sənə alqış baba, şaxta baba, qış baba. Qızavqanda ayavariz, har cürü niniyar. Yolka avaz arada, luhu şirin maniyar. Çi yolka lap sanya, varidas amma sanya. İna ayaz bubani, qızavqani mumanya. Virişedek ölürüz, ayaz buba alamaz. Ahbap oliz kfida, yolka dik vil qalamaz. Büyük yolka qoyub, meydançada bax, nəğmə deyir quşanda, gözəl qışa vətənə. İndi isə ifa edəcək kəndimizin tanınmış müğənnisi Elvin. İndi isə ifa edəcək kəndimizin qonağı gözəl müğənni Sonya Yargunvi.
Şirin ya
edəcək uşaqların yeni il rəqsi. Белоснежный, этот живой хоровод. В каждой снежинке узорчатой нежной детская радость живет. Кружево, 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 снег устилая тропинки. Кружатся, кружатся, кружатся в сказочном вальсе снежинки. Кружево, 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 снег устилает тропинки. Кружатся, кружатся, кружатся в сказочном вальсе снежинки. Мы друг на друга похожи, но все же двух одинаковых нет. Неповторимости этой, быть может, кто-то раскроет секрет. Кружево, 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 снег устилает тропинки. Кружатся, кружатся, кружатся в сказочном вальсе снежинки. Кружево, 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 снег устилает тропинки. Кружатся, кружатся, кружатся в сказочном вальсе снежинки. İndi isə çıxış edəcək qonağımız Tərlan. Sizi cemaat xeyran koy. Çoğuyla hoş geldiniz. Sizi mübarek koy. Allah deyir ki canı sağ ol bulara, işlet ol bulara. Çoğum şey ikdir, biz ikdir kalbi ya Allah. Allah kıymet versin. Çok ağırız kazanım. Buyur. Haydi başlayalım. Mecnun sazademon, tarifamay yitmire, şivoşidan olay sonuç, amzemiz kanıma kuş. Mecnun sazademon, tarifamay yitmire, şivoşidan olay sonuç, amzemiz kanıma kuş. Güzel uşamon, güzel duruş, o çizmuza zikon yapmış. 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 Güzel uşağım güzel duruş, o çizmuza zivan yapmış.
Güzel uşağım güzel ruş, hoşuz burza ziban yakış. 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 Hoşuz burza ziban yakış. Kəndimizə gələn qonaq çıxış edəcək Sərvan Yüzbəyov. Salam alaikum, grami dostlar, muharist hayal. Vilk hapazaziz mübarek kuray. Vilk ola bereket. Koçharik güzel, şüphekli hareket kuray Allah. İkilas güzel makam cipta inşallah. Çok sağ ol. Can Şahıra'ya Allah hikmet versin. İndi isə çıxış edəcək tanınmış müğənni Fahir Aydınbekov. Assalamu
Kısmız vazgeçtim bana. Hadi şaşırdım. Sana bayanım. Sana şu an
Sibeyda, Sibeyda Galaçi, Galaçi, Sibeyda Zaten bir ağlası Sibeyda Sibeyda, Sibeyda, Sibeyda Şan Sibeyda, Sibeyda, Sibeyda Galaçi, Galaçi, Sibeyda Seferdiz ağlası Sibeyda Seferdiz ağlası Sibeyda Bir aklıma, avi cana, hatna var, siyah para, şarkılara, çıkıyorlar, kulak taşlar, arkalara. Bir aklıma, avi cana, hatna var, siyah para, şarkılara, çıkıyorlar, kulak taşlar, arkalara. Sibeyda, Sibeyda, Sibeyda Şan Sibeyda, Sibeyda, Sibeyda Galaçi, Galaçi, Sibeyda Seferdiz ağlısı Sibeyda Sibeyda, Sibeyda, Sibeyda Şan Sibeyda, Sibeyda, Sibeyda Galaçi, Galaçi, Sibeyda Seferdiz ağlısı Sibeyda Seferdiz ağlısı Sibeyda Seferdiz ağlısı Sibeyda Seferdiz ağlısı Sibeyda Canım Saray, Eski Salman Liman. Arzuyu sar gözlere, yâri düşman gözlere. Bu yine var harbili, âli vatan kavgara. Arzuyu sar gözlere, yâri düşman gözlere. Bu yine var harbili, âli vatan kavgara. Şaşar biri, şad biri, altan bir başar biri. Evet, savaş
İndi ise sazda ifa edecek Rizvan.
ilə Vadim Abbasov. İndi isə çıxış edəcək kəndimizin qızıl səsisi Vüqar Sultanov. Salam aleyküm. Çok sağ söz var kızım bir kardeşiniz mübarek kırayı. Allah söz var da can sağlam, vurdu baları salat değil, bereket olsun. Kulağına ya Allah. Buyurun.
Bana yakışır bir insan düşümü, önemli. İlgilani Juan Bey. Şavha Bey. Şüşeniz olmaz diye var, yanma yarışmaz diye var, yanma yarışlar can yer, yanları var, şoklar rızlar gibi var, yanma yarışlar gibi var, yanma yarışlar can yer. Şavka ben yazım, lazım olmaz sence bir yeri, bir darman sence bir yeri, bir darman yer can yer. Şavka ben yazım, lazım olmaz sence bir yeri, bir darman sence bir yeri, bir darman yer can yer. Sevim fazla
Çok sağ ol Can Saray. Bana Can Sakray, Can Sarkoy. Çok sağ ol Farid Ağlar Zübray. Eğiçistalar, mihmanlar, manidalar, Farid Can Sakray. Çok sağ ol. Beni ustacı Feri konserte iştiraklar, Farid Can Sakray. Sarmasta bu yorgaz tüyü. Поскорее вернуться домой. Повторяю новые слова. На душе обрести покой. И услышать родных голоса. Я устал от этой тишины, что со мною на всем пути. Я устал от этой суеты, а ведь хочется просто любить. А ты вези, вези, вези меня домой, дорога моя. Не запускай дороги ложной тропой, дорога моя. Поболтаем мы еще с тобой и насладимся ночной тишиной. Мы с тобой. А пока я еду домой. Как вернуться обнимает семья, как вернутся в гости друзья, и прощальная тишина, а пока на душе пустота. И играет гитара моя, всем безумная только тогда, и не пишу веселые слова. А пока на душе пустота. А ты вези, вези, вези меня домой, дорога моя. Не заблуждай дороги ложной тропой, дорога моя. И поболтаем мы еще с тобой, и насладимся ночной тишиной. Мы с тобой. А пока я еду домой. А ты вези, вези, вези меня домой, дорога моя. Не заблуждай дороги ложной тропой, дорога моя. И поболтаем мы еще с тобой, и насладимся ночной тишиной. Мы с тобой. А пока я еду домой. Çok sağ ol Can Sakray. Veli şoför Xariz hemşe kısarak koy salamat kuray ya Allah. Engelim karış karış, otağına mihman oldu. Seneye kurban oldu, seneye kurban oldu. Gel ağam isterler, sözünün közlerine. Sana sessiz sarılır, karışım sözlerine. Yolundan insan oldu, seneye kurban oldu, seneye kurban oldu. Derman dermanım oldu, ruhum ben canım oldu. Aksini gözümde çekiyorum, ay senin kurbanım. Sen dedin sultanım, bilemem cananım. Ölünce
sana yanımda. Ay sarıl